Şeyx Şamil 1797-ci ildə Dağıstanın Gümrü aulunda anadan olmuşdu. 1834-1859-cu illərdə Rusiyaya qarşı azadlıq mübarizəsi aparmışdı. Bu savaşda ona Şimali Qafqazın bir çox xalqları da yardım etmişdi. 25 il ərzində dağlara çəkilən üsyançılar Rus ordusuna güclü müqavimət göstərmişdilər. Şamil hərbi istedada malik olan biri idi. Onun son döyüşü Unib qəsri yaxınlığında baş vermişdi. General Baryatinski ilə sülh danışıqlarına gedib əsir götürülmüşdü. 1859-cu ildə Şamil Rus çarı 2. Aleksandrla görüşdü. Çar ona qızıldan qılınc və 10.000 rubl məbləğində aylıq təqaüd ayırdı. 1869-cu ildə Şamil həcc ziyarətinə icazə alıb səfərə çıxdı. 1871-ci ildə Mədinə şəhərində vəfat etdi. Şamil Şimali Qafqaz xalqlarının ən tanınmış şəxsiyyətlərindən biridir.